Polineuropatiya periferik sinir sisteminin xəstəliklərindən olub, həm uşaqlarda, həm böyüklərdə rast gəlinən xəstəlikdir. Polio çoxlu neuropatiya sinir zədələnməsi, yəni çoxlu sinir zədələnməsi mənasını ifadə edir. Bu xəstəlik zamanı əsasən əllərdə, ayaqlarda, bəzən hər ikisində eyni anda bir neçə sinirin simmetrik şəkildə, yəni həm sağda, həm solda eyni adlı sinirlərin zədələnməsi ilə özünü büruzə verir. Əsas əlamətlərindən əllərdə, ayaqlarda, bəzən hər ikisində uyuşma, keyləşmə hissi və bunlara bağlı olaraq tarazlığın, yəni koordinasiyanın pozulması, yerişin pozulması, əzələ zəifliyi, əzələdə krampilər, trofikanın pozulması və sair əlamətlərlə özünü göstərir. Əməygəlmə səbəbləri arasında ən geniş yayılmışı şəkərli diabet xəstəliyi ilə bərabər B qrup vitaminlərindən B1, B6, B12 vitamin çatışmazlığı, alkoqolizm, autoimmun xəstəliklər, hansı ki bu xəstəliklər zamanı orqanizm öz sinir hüceyrələrinə, yəni neyronlarına hücum edərək sinirlərin zədələnməsinə yol açır. Uşaqlarda yaranma səbəbi əsasən genetik, yəni irsi yolla ötürülür. Bunun üçün də genetik testlər və müxtəlif kliniki və neyrofizioloji müayinə metodlarından istifadə olunur.